hərəkətlər xüsusi hərəkətlər adlanırdı. İnsan bədəninin neçə faizi genetik xüsusiyyətlərə dayanırdı? 70%. 70%. Yaxşı, bəs neçə faizi həyatda qazanılmış olurdu? 30%. Akşamız yani. 30%. Hidayət, dərs bitdi orada. Mühendisler de öldürmüş aslında. Hə, yaxşı. Bədən quruluşu çiyin ətraflarına görə hansı formalarda olur? Simetrik deməli. Yox. Sümük və çiyin ətrafları əlamətlərinə görə bədən quruluşları hansı formalarda olur? Müəllim, astenik, Aha. digestiv, Astenikdir, torkaldır, digestivdir, bir də əzələdir. Aha, silindrik formada olanlar kimlərdir, nə müəllim? silindik formada müəllim, sinəsi elini olanlarda. Yox, torkal. Silindrik formada olanlar torkaldır. Yaxşı. Bəs bizə sual düşsə ki, belə deyək də, qabarıq əzələ sisteminə malik olanlar? Əzəllər. Əzəllərlə olacaqdır. Yaxşı. Fiziki tərbiyə dərsində istifadə olunan hərəkətlər ardıcıllığına? Sıra, ümumkişaf, hazırlayıcı əsas, bərpedici. Bərpedici. Təşəkkürlər Nəbi müəllim. Axşamın xeyir anam. Dəstək yarışacaq qrupların, komandaların bir-birinə yaxın hazırlıq səviyyəsinin təşkilinə nail olmaq nədir? Bərabər imkanlar. Şagirdlərdə əgər bərabər imkanları yaradılmasa nə olur? Psixoloji təcrid sindromu yaranırdı. Yaxşı. Hər hansısa bir hərəkət tam formalaşmadan ondan oyun prosesində istifadə edə bilərsiniz. Qəşəng. Müasir olimpiya oyunları neçənci ildə yaranıb? 1896. 1896-cı ildə. Hansı hərəkət qabiliyyətlərinin təzahür amilləri eynidir? Sürət güc. Dayaq hərəkət aparatının genetik xüsusiyyətlərindən asılı olan hərəkət qabiliyyət? Bəq olacaqdır. 6.75'lik xəttin xaricindən top atan zaman oyuncuya qarşı foul olur, top səbətə düşmür. 3 xüsus basketbolda neçə sərbəst atışdır? 2. 2 sərbəst atışdır. 3 xüsus basketbolda sərbəst atış zamanı 6.75'lik xəttin daxilində neçə nəfər olur, xaricində neçə nəfər? Daxilində 4, xaricində 2. Daxilində 4'dür, xaricində isə 2 nəfərdir. 3 xüsus basketbolda sərbəst atışa vaxt verirlər. Xeyr. Aha, yaxşı. İstər topla, istər topsuz rəqib səbətinin altında böyük basketbolda neçə saniyədən artıq durmaq qayda pozuntusudur? 3 saniyə. Aha, yan xəttdən çıxan topdan birbaşa topu rəqibin səbətinə atmaq olar? Xeyr. Aha, maksimum qüvvə sərf edərək itələmə və itələnmə. Təkən. Təkən qüvvəsidir. Bilik, bacarıq, vərdiş. Ümumi. Aha, yaxşı. Hər hansısa bir məqsədə çatmaq üçün istifadə olunan yol. Texniki, taktiki. Texniki, taktiki. Bir yerə yığışmaq, öyrənmək və öyrənməklə məşğul olmaq. Metodun terminoloji adı. Üsul olurdu. Yaxşı. Hərəkətlərin icra modelini formalaşdırmaq. Fiziki tərbiyə. Hərəkətlərin icra birinci məzun xətti.